Amma Emin'dən başqa birinin də qaçış hekayəsi var. Onu da bugün sizə danışacağım. Bu da İlham və Mehribanın gəlini Alona Əliyevanın qaçışıdır. 2014-cü illərdə Alona Qonkar Odessada atası yaşında bir kişi ilə münasibətdə idi və onunla yaşayırdı. Həmin kişi hamımızın Sergey dayı kimi tanıdığımız Igor Yaşkovdur. Bu Igor Alonaya babatmaya buraxır. Onu Misirdə gəzdirir, Alonaya keyf çəkdirir. El dili ilə desək, Alonanın həcisi olur. Alona Igor'un ailəvi bir yığıncağında bir oğlanla tanış olur. Baxın, bu şəkildə gördüyünüz oğlanla. Bu oğlan Alonaya narkotiki təşkil edən şəxsdir. Adı da Denis'dir. Denis həmin o Igor dayının bacısı oğludur. Разраб наркотики. Мужики. Кальян, Денис. Bu fotoda Alona Igor dayının qucağında oturub. Yanındakı isə həmin Denis'dir. Onda Denis hələ Alonanı yaxşı tanımırdı. Əlgərəz, bunlar ailəvi yığıncaqda tanış olurlar və münasibətləri o həddə gəlir ki, Alona və Denis nişanlanırlar. İşə baxında Alonanı Bala Heydərə calayan onun xalası oğlu Azər Əliyev idi. Alonanı Denisə calayan isə həcisi Igor dayı idi. Alona lazım olan yerə çatana qədər müxtəlif kişilərə calaq ola gedib. İndi isə əsas sual budur ki, Denislə nişanlanan Alona necə edib ki, Bala Heydərin bəxtinə düşüb? O 2018-ci ildə Fransada Bala Heydərlə tanış olanda da Denislə nişanlı olmağa davam edirdi. O Bala Heydəri tanıyandan sonra yağlı yer tapdığı üçün bir daha Odessaya qayıtmır. Nişanlısına xəbər etmədən aradan çıxır. Bala Heydərə qoşulub Azərbaycana gəlir. Onun keçmiş nişanlısı mənə hər şeyi açıb danışıb. Tezliklə onunla söhbətimizi müsahibə şəklində hamınızla paylaşacağım. Hələlik isə azacıq qorxur. Başa düşürəm onu. Mənim qardaşım şəhərlənib həbs olunmamaq üçün məcburiyyətdən öz vətənindən uzaq düşür. İllərlə vətəndaşlığı olmadan qürbətdə yaşayır. Amma Alona haram yolla milyarder olan bir kişini tapdığı üçün vətənini qoyub qaçır. İndi siz mənə deyin görüm, mənim qardaşım Eminin qaçışı əxlaqsızlıqdır, yoxsa Alonanın, ha? Mən düşünürəm ki, Mehriban Əliyevan və İlham Əliyevin əlinin altından qaçmaq bu ayıb deyil. Ancaq Odessadan öz nişanlısını atıb pullu kişinin arxasınca qaçmaq ən azından əxlaqsızlıqdır. Qadın paltarında səfirliklə gizlənən insan sizsiz. Mənə bilirsiniz nə maraqlıdır? Görəsən, qardaşımla məhəllə dilində danışan Mehriban Əliyeva öz gəlininə hirslənəndə nə deyir? Amma Mehribanın evdə sözü keçsəydi, Alonanı heç oğluna arvad eləməyə qoymazdı. Hamımız bilirik ki, o ancaq jurnalistlərə xox gələ bilir. Sizə can sağlığı arzularım. Çox sağ olun, amma qadın paltarında gizlənməmişəm. İndi isə sizə növbəti seriyamızın kiçik bir spoilerini verəcəm. Bala Heydərin tibbi kağızları mənim əlimə keçib. Məlum olub ki, o ata ola bilməz. Ona görə də sual yaranır. Alona Əliyevanın uşaqları kimləndir? İzləmədə qalın.